şaftalı nektarını evdə bir dəfə hazırlasaz, inandırım sizi bir də mağazadan almayacaqsınız. Hazırlanması bir o qədər asan, dadı isə möhtəşəmdir. Şaftalıları yuyub qabıqlarını soyuruq. Tumundan ayırıb balaca doğrayıb qazana əlavə edirik. Şəkər tozunu suyuna əlavə edib qaynamağa qoyuruq. Ərzaqların miqdarını postun altında dəqiqliyi ilə qeyd edəcəm. Qaynamağa başladıqdan sonra 20 dəqiqə qaynadırıq. Üzərinə yığılan köpükləri alırıq. Tam hamar olana qədər blenderdan keçirdirik. 15 dəqiqədə belə qaynadırıq. Üzərinə yığılan köpükləri yenidən yığırıq. Öncədən sterilizə etdiyimiz bankalara isti-isti yığıb qapaqlarını bağlayırıq. Qaranlıq və sərin yerdə qışa saxlayıb ürəyiniz istəyən vaxt şirin ağızlamış edə bilərsiniz. Çox gözəl alınır, mütləq sınayın.